Bugünkü sualımız izləyicimiz Günel xanımdandır. Satış sahəsində işləmişəm, amma HR sahəsinə keçmək istəyirəm. Rezümemi bu dəyişiklik üçün necə uyğunlaşdıra bilərəm? Çox yaxşı sualdır. Karyera dəyişikliklərində əsas məsələ transfer edilə bilən bacarıqları önə çıxarmaqdır. Yəni əvvəlki sahədə qazandığın bünsiyyət, komandada işləmək, təşəbbüskar olmaq kimi bacarıqları yeni sahəyə uyğunlaşdırmaq lazımdır. Tam olaraq bu kimi bacarıqlar hər iki sahədə də dəyərlidir. Funksional rezüme formatı ilə onları vurğulamaq daha asan olur. Yəni rezümeni tarixə görə yox, bacarığa görə qruplaşdırmaqdan söhbət gedir? Bəli, hədəflədiyin vəzifəyə uyğun bacarıqların altını çək, əvvəlki nailiyyətlərini isə bu bacarıqlarla əlaqələndir. Super. Günel xanım və eyni vəziyyətdə olan izləyicilər üçün çox faydalı oldu düşünürəm. Unutmayın, bəzən sadəcə yolunuzu yox, təqdimat tərzinizi dəyişmək kifayətdir.